Bu elə bir gedənə oxşuyur. Hayır, gitmek istiyor. O getmək istəyir. Ged o tərəfə. Hə, elə ona görə dedim. Tez-tez baxır bizə. Bu gözəlliyə bax. Sonra bunlar neçəyədir? Daha 220 manat. Yapondur. Yüngül çəkidir, 3-200 çəkisi o. Amma qəşəngdir ha. Belə sağlamlığına da söhbət ola bilməz. Bu özüydür. Sən 3 bazar, 4 bazarda belə gətirirsən. Özüydülər belə. Qəşəngdilər amma. Yaxından göstərim sizə. Həqiqi toyuqlar zadə ayarlar. 2 nömrəyə deyəsəndir. Bilmirəm da kamerada nətər görəsiz. Bu 250 manata, bu da 150. Qiymət elə deyəsən almasınlar ya necə? Sonra qaz balası uca gəlibdir deyəsən. Qaz balalar neçədir ki? Gaz balalar 10'a 9'a 8'e her gün her 10-a, güne giymez. 9-a, 8-ə. Çek. Şəhərçin boyda Sibiraytlar. Salamlayıram. Bugün Sabunçu bazarından sizlər üçün çəkiliş eləmişəm. Videonun sona qədər izləyin. Əlimdən gəldiyi qədər sizlər üçün çəkiliş eləmişəm. Yenə deyim, heyratları videonun ortalarına qoyacağım. Çox gözəl heyvanlar var, dekorativ olsun, belə olsun. Bir qardaş da yazmışdı ki, dovşanları az çək. Mən baxmıram dovşanlara, çox çəksən. Yəni, hər, belə deyək, bura bazardır, hamısı vardır. Hər heyvanında öz canı baxanı var, öz həvəskarı vardır. İnşallah videonu da bəyənilsin, azaltmışsınız. Səbəb nədir bilmirəm. İnşallah videonu bəyənin, paylaşın, daha çox insana geçsin. Kişi bala da gəlib bazara gəl, sənə də göstərək. Salam. Gəlib bazara salam. Bəyənməyi unutmayın. Bəyənmələr yaman azdır. Mən də görürəm. Var olursa kişi. Çox adam da şeydə deyəsən, baxır televizorda, elə ona görə bəyənəmirlər. Keçin sizlər üçün qiymətləri soruşur. Dostlar, ben buradan bir daha deyirəm, heyratları çəkəcəm, amma videonun ortasına qoyacağım. Məsələn, indi göstərdiyim, bundan sonra çəkəcəyimi bir 3-4 dəqiqə sonra göstərəcəm. Dədə qiymət neçədir bunlarda? Bu 70 mi? Bu nə cinsidir belə? Təmiz türk. 9 aylıq. Bu da 35 mi? Eyni sortdular. Sən ona yaxşı baxmısan, buna yaxşı baxmamısan. Bunun duruşuna baxıyor. Tüləkdən təzə seçib. Sən belə nömrə deyə bilərsən. 70 727 62 65. Hazır olsun kişi. Başladıq. Vüsalın tovuz quşlarından. Videonun sona qədər izləyin. Maraqlı heyvanlar olubdur. Bu fərəsi də özlədir da? Fərəsi zamandır. Aha. Bu ölçüdür. 1 yaşı olacaq. Ama xoruz 4 yaşı olacaq. Qiymət neçədir bunlarda? 350 manat. Qaraqanat. Cütü da 350 manat. cütü 350 manat. Vaxt var idi bu neçədir cütü? 2000-3000. Bizdən necə oldu? Yəni tez artırdılar bunu ya nətərə? Çoxalır da, çoxalır, qiymətlər düşür də. Aman olmadığından biraz düşür. Çox düşür. O qabaq restoranlarda da retki. İndi də kimin həyətinə baxsan, kənd toyuğundan Hinduşkaya satıb bizə. Hinduşka bəzi saxlayırlar. pisləməyək, yəni gözəldir də. Hərəmin zövqü var. Yəni bunların fərqləri var. Bunun çox adam bir başa düşür. Amma bu qaraqanatdır. Bunların qanadı xamilyon olur. Hindistandan Sən kimi satanlar, bir də o sırf maraqlananlar bilir. Amma Hindistan qanatları üstü çil-çil olur. Göy görürlər yaşıl quyruğuna. Hə bilirlər ki, eyni quşdur. Amma qanatlarına baxanda fərqi bilinir. Qaraqanat ondan gözəldir, ona görə biraz həm də baha olur. Uzunluğu da 1.30. Hə, bunun da dişiləri ağ çil-çil olur. Amma Hindistanın fərəsi kar içində bozun qarışıq olur belə. Misal gələk o mənim favorim olan mandalinkalar. Nədir bunlara? Rüfət, qapını açmasaq günahdır. Bundan çəkib göstərmək. Bu gözəlliyə bax. Bunlar neçəyədir? Daha 220 manat. Bunun soruşanlar olur. Deyir, mən aldım həyata buraxa bilərəm, neyniyərəm. Yəni olmur, qanadın kəsib də. Qanadın kəsməlidir, amma kəssə də yaxşı olmaz da. Bağlı yerə burax, daha yaxşıdır. Əl vurma, tutarlar. Cütü 300 manat. Bəli. Misal, deyərlər, yaman çətinlikdir. Sən bununla açma, hansıda qaçıdacıq? 35 manat. Misal, bunlar neçədir? Bunlar da elə eyni qiymətdir. Cütü 200 manatdır bunlar. 200 manat. Mandalina biraz bunlar qıl quyruq da cütü 80 manat. Cütü 80 manat. Aha, buradakiler. Orada yaşıl başlı, çöl yaşıl başı. Tək xoruzdur, bir də 25 manat, cütü 50 manat olur. Xalqın erkəkləri 50 manat biri. Amma buradakiler. Boz ördəyi cütü 60 manat. Buna baxala ya, bu da mənim imkan vermir kəslis edeyim. Tanışlar var. Burada da filenlər var. Filençlər. Bunların da ki cütü 35 manat. Cütü 35 manat. Ha, burada görürəm burada.
Haqlı elə. Kusal 200 manat. nömrə deyirsən. 55 55 774 774 04 64. 04 Var idi, satdıq. 64. Yəni lazım olan hər bir kuşlar var. Buna bax. Bu yana bir balacası var, qardaşın cibində. Allah razı olsun. Yaxşı, sağ ol, bazar olsun. O qardaş da burada satır. Ligorin balacalara istəyirdi, fərələri. Bunlar. Superləri gəlib. Yumurtaya düşüblər ya yox? Bəli, bəli. Superdən bəli. Az sayda qalıb. Kimə lazımdır? Qiymət neçə dedin? 16 manat. 6 manatdan. Hə, 6 manat daha da alır böyle. Allah canını sağ eləsin. Mənim Hə, nömrə deyirsən? 070 70 992 992 96 56. 96 56. Hə, Çatdırmamız da var çox sayda. çatdırılma da vardı. Yararlanın. Göndərməsə satın olur. Çeçək digərlərini soruşaq. Bunlar bir də buradan da göstərməyə. Özümün xoşu gəldi deyə. Bilə bilirəm sizin də xoşunuz gəlir. Bəziləri deyir bu keçdəydi, başqa videoya. Ligorinlər soruşan çox olur da, həddindən artıq çox olur da. Bu hər dəqiqədə tapılmırdı, narahat olmur. Hər dəqiqədə tapılmırdı. Burada papuqayların da satışı olur. Karellalar, sağ ol, sağ ol. Karellalar olur. 35 manat, 50 manat hər qiyməti olur. Karellalar. Sonra vanlişlər də burada olur. Vanlişlər. Neçədir qiymətlər indi? Bunlar 10 manat. 10 manatdan, 8 manatdan. Bazar olsun. O burada belə böyükləri də var. Çexlər. Yaman böyük də. Bunlar neçədir? Çexlər cütü 40 manat. Çexlərin cütü 40 manat, 50 manat. Qəşəng də. Ağ çex də var ortada. Ağ vapşə əla da. Çexlərin gözü odur. Bazar olsun, əladır. Buradakiler özləri gətirib satanlardır belə deyək. Dovşan 5 manat. Dovşan, cücə, ördəklər, dovşanlar. Telefonumuz dayanmadı. Qiymət neçədir bunlarda? 10 manat. O fərələri onlarda xoruzlar bunlar. Fərələr. 9 xoruzlar 10 manatdan. Evdə böyüklər də var. Böyüklər də vardı evdə. Sən nömrəyə də gəlsən. 050 319 02 58. Bazar olsun. Yəni əlimdən gəldiyi qədər o özləri gətirib satanları çəkib sonra çəkirəm məsəl üçün də alverçilərə dediyim yəni pastayanlı gələnlərə. Kişi nə var nə yox şefin alın. Sağ ol. Ördəklərin neçədir? Ördəklər 15 manatdır. 15 manat. Biraz az gətir. O ağlar? Ağlar deyil 15 manatdır. Ağlar da 15 Çəkilər manat. arası 1 kilo yarım, 2 kilo arası Kilo dəyişir. yarım, 2 kilo arası Biraz dəyişir. az gətirmişəm. Toyuq 10 manat. Bazar olsun qardaş. Sağ ol, sağ ol. Burada qaz balaları. Qaz balası çox az olur bazarda. Mən onu demirəm ki, sən üstündən açmasan. Neçədir? Balalar neçədir qaz balalar? Sizinkidir bunlar da? Hə, 20 manata. Az olur, çox az olur bazarda. Bazar olsun. Hinduşkalar da vardı, sahibi yoxdur. Keçək digər tərəfə. Lal ördəklər. Qiymət neçədir bunlarda? 35 manata. Bazar olsun. Burada da ördəklər. Sonra qaz balası gəlibdir deyəsən. Qaz balaları neçədir ki? Qaz balalar 10-a, 9-a, 8-ə nə bilim, hər 10-a, cürə qiymət. 9-a, 8-ə. Hər cürə qiyməti olur. Bir dənə icazə verir. Cücələr neçə olur? Cücələr 80-a, 90-a, 2 80-a, manata, 90-a. 17 günlüklər. Böyüklər 2 manata. Aktaksla karko qarışırdı. Dovşanlar. Dovşanlar neçə idi? 25 manata. Gətirməmsən ya satmısan? Satmısan buradasan? Mən böyle biraz gec gəlmişəm biləsən. Sən nömrədir? Sual ona nə qədər? 70 nə idi? 77 718 Yeni ya seri 11 13 hə, bazar olsun. Bu dovşan çəkmişəm, keçən bazar bir qardaş yazıb ki, ehtiyac yoxdur. Mən dovşana baxmıram. Qardaş sən baxmısan, baxanlar var. Həvəskarı çoxdur. Bir də buradan dovşan saxlayanlara deyirəm. Belə gələk, çəkək, paylaşaq. Yəni necə saxlayırsınız, nətəri artırırsınız. Bu dünya videolarına baxırsınız yəqin ki.
bizlərdə də o cürünə videolar olsun. Kanalımızda da, həm də həvəskarları çoxdur. Bəlkə də hansı gənclər baxacaq, o həvəsə gələcək, pis vərdişlərdən uzaq olacaq. Keçək digər tərəfə. Ya burada da. Kişi, bıraq baxaq da buna. Fara deyim, buna gözəldir. Horus üçün fənadır. Ha, gözəldir amma. Bu qəşəng fənadır. 50 manat. 50 manata. Balacadır, biraz boyu. Bu hansı cinsdir belə? Yapondur. Yüngül çəkidir. 3 kilo 200 çəkisi var. Ha, amma qəşəngdir ha. Belə sağlamlığına da söhbət ola bilməz. Aladır. Hə, damazlıq da siz. Sən adın nə idi? Mənim adım Fuat. Keçən səfər bir Astaradan qardaş deydi nömrəsini götürdü. Bilmirəm sənə dedi ya yox. Nömrə deyirsənsə deyə bilərsən ha. 50 777 32 neçə? 70. Neçə? 32 70 9 74. Ay da onu da dedik. Da birinə yığarsın, 74-də yığarsın. Hə, sağ ol kişi. Burada oynatsın oynadım. Sən onu elə tut çəkək də. Çək. Hə, göyərçin boyda Sibiraytda. Qızılı Sibirayt. Hamısı xoruz deyil, hə? Xoruzdur. Fərələri saxlamısan deyəsən. Tüklü olanları var. Yox, bunun ümumiyyətcə ayağı tüklü olmur da. Bunlar olmur hə. Yaponkalarda olur da. Bu özünün parodası var. Sibiraytlar. Gümüşü bu qızılıdır, qızılı. Bunun gümüşüsü də olur, bufu da olur. Buflar biraz bahadır. Az da ona görsək. O ağ da bunlardan çıxıb, hə? Bunlardan çıxıb. Ağ da bunlardan çıxdı. Hə, bazar olsun. Sən nömrə deyə bilərsən belə. 050 050. Xoruz alan biraz az olur indi. Az olur. Hə, 522 522 44 79. Bazar olsun. Sağ ol. Biz də vaxtı ilə çox sağ ol. Həvəskarı olmuşuq, saxlamışıq onu. Sən gəl bura çəkil, bunu çəkil. Hə, gəldim. Hə, yaponkalı. Neçədir bunlar? Cütü də, hə? Bəli. Cütü 30 manata. Hə, bazar olsun. O gedirdi ki bu. Hoppa, o nəyə çəkdədir? O kimindir? O kimindir? Allah da. 50 manat o deyil. 250 manata. 50 manat bu. Maşallah. Kişi... Maalesef balalar satılır. 40 manata balalar satılır. Hə, balalar satılır, özləri satılmır da. Bilmirəm da kamerada nətər görəsiz. Bu 250 manata, bu da 150. Qiymət elə deyəsən almasınlar ya necə? Ha, o satdıq deyil. O məsum balaba 20 Əsas balalar. balasıdır. Balası 20. Bu neçə günlük balasıdır? 35 günlük. Bir dənə qoy yanına baxsınlar da boyuna. Yox olacaq, qoy onu tapa biləcək orada. Ha, dişliyir yox, qoyma onda. Ziyan verər, qoyma. Balalar neçə dedin? 20 manata. Ha, çox böyükdür ha. Hələ o dişidir. O erkək. Dişidir, amma dişləyir. Erkəyi ondan böyük olar. Erkəyi budur. Bu 10 aylıqdır. 10 aylıqdır. Vay. Sən bunun o birisini də götürəsən bir şəkil çəkəm də. Olar. Problem yox. Şəkillərini də çəkdik. Qapaq şəkili olacaq. İstəsən nömrədir də. 070 70 774 774 0404. 0404. Belə bunun necə artırırsınız, neyinirsiniz? Bir gün çağırın gələk çəkək qoy. İnşallah. Cəmaət də görsün də. Telefon nömrəsini söyləyərəm, səndən danışaram. Mənim səhifələrdə nömrəm var. Deyin gələk çəkək. İstəyəm Dərmanzad səhifələrini. Deyin gələk çəkək, paylaşaq. Qoy həvəskarlar var, gəlsinlər həvəsə. Heç nə var. Yəni hər cürə bundan da yaxşı sortlarımız var. Nə vaxt istəsən əlaqə saxla, gələk çəkək, paylaşaq. Heç bir hörmətinizdən çıxar. Sağ ol, sağ ol. O böyüklərə dəhşət böyük. Gəlib onunla TikTokda bir video çəkəcəm. Dəhşət böyükdür. Ördəklər. Neçədir ördəklər? Xeyləkdir daha. Neçədir qiymət bunlarda? Erkək, fərə. Fərqi yoxdur da. Bunlar erkəklərdir üstətlərdən. Fərələr 18 manata. İstəsən belə nömrə deyə bilərsən. Nömrə yoxdur. Sağ ol. Mən o qədər mütəxəssisləşmişəm ki, kimin nömrə deyəcəm, deməyəcəm, öncədən bilirəm. Fikir versəz, qiyməti soruşmaqda onda mən bilirəm da, bu deyəcək, deməyəcək. Çox uzatmıram da, bu nədir, neçə aylıqdır, nədir. Burada Mahmud Tacinin yeridir, Muradgilin. Murad, qiymətləri deyirsən, dovşan nə qədər istəsəsən. Dovşanlardan elə başlayaq da salam odur.
Dovşanlar başlayır 5 manatdan. Gedir düz 20 5 manatdan 20 manata qədər gedir. Aha. Hər qiymət. Bu toyuqların Bir dənə toyuq 20 manatdır, o 4 kilodur. aha 4 kilo toyuq. 13 manat. 13 7 manat. manat solpa. Ördəklər Ördəklər 15 manatdan 18 burada kənd toyuqlarını gördüm. Məsələn də aç bunu bir dənə yaxından göstərək. Tam görsünlər. Bizlə əlaqə saxlayır, hələ bir 2 gün burdadılar. Hamısı yoxdur. Qəşəng sağlam toyuqlardır. Bunlar neçə aydır? Bunlar 15'lik götürən olsa münasib edir. 15 manat münasib olar. Ördəklər Fərələri 18 manat. fərələr 18 manat, eşəklər 30-a, 35'e 35-ə, 25-ə. Sonra bu toyuqlar 13 manat. Bu toyuqlar 13 manatdan. Bunlar biraz qocalıb da. Ha? Çox. Bildirçində həmən kimi 3 manatdır. Bildirçin soruşanlar olurdu. Amma vardı burada. Bildirçin yumurtasını da istəyənlər olsa əlaqə saxlasın. Bizdə Bunlar olur xoruzlardır, yumurtası. dalaşırlar bir-birlərini döyürlər. Qiymət neçə idi 3 bunlarda? manat. 3 manata. Bu qəşəngdə 3-4 dənəsi 1 kilo gəlir. Deyirsən nömrə? 055 55 720 720 78 20 kimin mal olsa 78 20. əlaqə saxlaya bilərlər. Ha, kimində Ördək olsa zad nə alırsınız da. Hə, Bakıda nə olsa alın. Hansılar hündüşka azad nə alırsınız? Hündüşkə də çox yox, hava istəşir, hündüşkə yaxşı Vaxtı işləyir. gedib ha. Qaz, ördək, toyuq, xoruz, nə bilim, frenk, hind toyuğu zad nə olsa. Hepsi yok. Boğuşan zad nə olsa əlaqə saxlaya bilərlər. Bazar olsun hadi. Sağ ol. Alırlar da. Salam kişi sağ ol. Sen necəsən? Yazmışdım. Nə yazmışdın? Aha. Mən dedim edirəm. Nə? Şimdi mən sizə neçə dəfə yazıram, narahat edirəm Ha, sizi. buyur nəyə görə? Elə belə gəlmişəm. Ha elə? Hə, dedim mən də sizi axtarıram, görmək istəyirəm. Ha gör. Sən video düşmək istəyirsən? Nə bilim, nə deyim sizə? İşte demə elə qoy sən özəyə baxarsan. Adın nədir? Şahin. Şahin. Hə. İşte özü izləyirsən Şahin. Hə, sağ ol. Sözün sovun yoxdur? Nə qulluq? Heç nə. Ha, heç də sağ ol. Aclığın zadın var? Yox, sağ ol. Vallahi burada yerimiz var. Mübariz oradadır oğlum. Sən gedin. Hə, yaxşı, sağ ol. Gəlsən, baxsan. Hə, gəlim. Hə, bax. Bu torpaq neçədir? Hansılar? Onları neçə dedi? 14 manat dedi. Almaq istəyirsən? 14 manat dedi. Da səhv eləmirəm, 14 manat dedi. Hə, soruşun. 14 manat dedi. Videoda da dedibdi. Səhv eləmirəmsə. Hə, Mirzə dayının yanındayıq. Mirzə dayı nə var, nə yox keyfini alın. Qazlar neçədir Mirzə dayı? Qazlar 50 manatdır, 5 kiloluk qazlar. Ha, qəşəng böyük qazlardır. Hə, 5 kiloluk qazlar. Ha, qəşəng də. Həqiqətən. Zolbalar 9 manat. Şolpalar 9 manata. Mirzə dayıda hər gün bazarda olur. O yeri də buradır. Hər gün bazarda olur Mirzə dayıda. Siz buraxa bilərsən çəçək onu. Bunda qiymət neçədir qıdı? 60 manata. Bu hansı cinsdir? Amma belə yaxşı bir şey oxşuyur. 60 manat. Belə istəsən nömrə deyə bilərsiniz. Ha, yaxşı, sağ olur da. Cabir kişicinin yeridir bura. Bildirsinlər. Cabirçi 2 manata 50 qəpiyə bildirsinlər. Ha. Cabirçi hündüşka azdır bazarda nəsə. Ha. Qiymət neçə idi hündüşka? Fərə 16 manat. 16 manata Xoruz 15 kilosu. manat. Xoruz 15 manat. Bu toyuqlar bunlar. Şuralar 10 manata var, 15 Fərədlər var. 10-15 manata. Lal ördəklər 15 manat. Lal ördəklər 15 manata. 97 manat. 90'lar 7 manatdan. Burada dayanma, ay qardaş, burada dayanma. Burada dayanmıyor. Erkəklər 30 manat. Erkəklər 30 manatdan. Bunlar hansı cinslər belə? O öküzü, qırmızı, Krasnodar. Belə də Hoppa, var. tovuz quşlara yaxından baxaq. Tovuz quşu nə idi? Ördəklər Qılqorlar. Adam boş gedib. Proqram təzələnməli. 30 manat dedim bunları. O birisilər? O gümüşlər Onlar da 30 manat. 30 manatdır. Bunlara bir yaxından baxaq. Bax, qırğollar 70 manat. Bu elə bir gedənə oxşuyur. Həli getmək istəyir. O getmək istəyir. Ged o tərəfə. Hə, elə ona görə dedim. Tez-tez baxır bizə. O bunlar neçə dedim bir dənəsi? Biri 35 manat. Fərqi yoxdur da. O qıraqdakı biraz gözəldir. O qıraqdakı vəbsə gözəldir. Maşallah. Gözəldir. Bura bağla. Ha bu Hə, bu güzələr. güzələr. Bunlardan həyətdə də var ömrü. 4 manat. 4. Bu neçə aylıqdır bunlar? Onlar önce 1 ay olub. 1 ay olubdu. Ha, burada da var. Eynidirlər belə. Hə, onlar Eynidirlər ha. Ha, eynidirlər burada. aşağıdakılar ama 6 manat. Ha, bunlar 6 manatda. Bunlar biraz böyüklərdir. Hə. Cabirçi bu Cabirçinin bir dənə koxunu qaldı. Bunu alın.
Ha bir dənə qalıb qoxu. Buranı zəbt eləyib ücə. Hə 25 manatda. Bunlar da Boynu güllülər. Boynu güllülər, dəstə qarı quyruqlar. Nə var nə yox keyfin alına tədir. Nömrə deyirsən? 055 55 765 765 85 85 23. 23 ha. Bazar olsun. Sağ ol. Kişi sən buraxa bilərsən baxaq. Prosta bunu götür ki. Ha bunda qiymət neçədir? Hə? 40 manata. Gəlmə, yox bu tərəfdə yer yoxdur. Gedər ha, tut bunu. Ha, sağ ol kişi. Götür istəyirsən, gedib eləyər. O nəcizinə də baxın. Ha, sağlam nəciz. Bir dənə də Plymouth vardı. Plymouth. Bu neçədir qardaş? 70 manata. Plymouth. İstəsəz nömrə deyə bilərsiniz. 55 663 93 73. Hə, sağ ol, bazar olsun. Sağ ol. Əlimdən gəldiyi qədər heyratlardan sizlərə çəkiliş elədim. Çəkirəm indi toyuqlar olan bölməyə. Aha. Qiymət neçədir bunlardan? Supermallardan indirim baş. Saqqallı bramalar. Hə. Xoruzlar ha. Bunlar böyle biraz pozitiv olurlar da. Narahat olma, kişi sen düşmeyəsən. Bazar olsun kişi. Çeşək diğer. Yaponka. Yaponka neçədir xoruz? Yaponka 15 manat. 15 manatdan. Toyuqların neçədir? 17 manat. 17 manat. Malınız azalıb ya yaman. Ya gətirmisiniz də? Sarmısınız? Şey adamsınız. Burada da dovşanlar. Yapon. Ay baba. Onu döndər misin? Bu yana çəkmə. Baba, qiymət neçədir bu yaponkada? Yaponkalar 15 manat. Şefin alın ətərdir. Sağ ol, inşallah bu elə. Cütü 15 manat. Bəli, Cütü 15 manat. Bəli, cütü 15 manat. Va, farası və xoruzu da. Dovşanlar Dovşanlar 5 manat. 5 manatdan dovşanlar. Ördəklərin Ördəklər 13 manat. 13 manata dişilərdir. Nömrə deyirsən? Bəli, 070 070 280 99 280 99 80. Sağ ol. Ünvanda maçtağın. Varla. Bazarı da sizlər üçün bir göstərək. Buram biraz düzdür. Kəsilç eləmişəm. Kişi nətərsən? Qiymətləri deyirsən, bildirsinlər. 2 manat 50 qəpiyə. Yumurtlayırlar da. Yumurtası neçədir bu elə onu da deyil. Yumurtası 25 qəpiyə. Bu ilə yumurtçan toyuq yumurtalardır bunun hamısı. Toyuq yumurtası 40 qəpik. 40 qəpiyə. Bunlar da eynidir ya ayrı. Ördək yumurtası 50 qəpiyə. Bunlar nədir? Allah yumurtası yumurtası 1.50. 1 manat 50 qəpiyə. Burada belə kəsilmişin də satırlar özləri. Bu ördəkləri deyə bilirsən qiymətləri? Lallar. Qiyməti Lallar. 25 var. 30 manat, 25 manat. Ha, bildirçin də satsı zaten. O neçə olur elə təmizlənmiş 2 manat 50 qəpiyə. Ha, qəşəng xoruzlar var, toyuqlar var burada. Xoruz neçədir bu böyük olan var? 25 manat. 25 manat. O qara toyuqlar? Toyuqlar da 15 manat. Qara toyuqlar 15 manat. Əladılar toyuqlar. Yəni yaxından göstərim sizə. Həqiqi toyuqlar zadə əladır. 2 nömrələri deysəndir. 051 51 400 400 63 63 70. 70. Bazar olsun. Sağ olun. 15 manat. Bir yaxşısan, yaxşı olasan. Çeçək burada Avustraloplar var. Bunlar göstərək, amma qiymət deyəcək şey biraz çətin. Ha, qiymətləri deyirsən? 35-40. Xoruzlar neçədir? 40 manat. 40 manat. Bu özüydür. Sən 3 bazar, 4 bazarda belə gətirirsən. Özüydülər belə. Qəşəngdilər amma. Sarıları neçə dedin? 35 manata. 40 manata da xoruzları. Sən belə nömrə deyə bilərsən ha? De gəlsin. 050 548 76 76. Yəni
bundan inşallah sənə zəh vuracaqlar xeyli. Çünki axtaran çoxdur da mənim özümə də. Mən sağ ol. Heç bir nömrədə demirəm ki mən nömrə nə idi? Videoda demirəm ki mən satıram, nə edirəm, amma mənə də baxmayaraq nə qədər zəh vururlar ki, Avustralop lazımdır, hardan ala bilərəm, nə edə bilərəm. Yəni çox soruşanlar orada. Bu günlük də videomuz bu qədər. Əlimdən gəldiyi qədər sizlər üçün çəkiliş eləmişik. Biz sizi də çəkim. Xoruz alırıq. Xoruz alırsınız. Bayramımızdır. Bayramınızdır. Xıdır Nəbi bayramı. Xıdır Nəbi bayramı. Xoruz alırıq. Gərək mütləq xoruz kəsən. Xoruz kəsəsiz. Bu hansı ölkədədir bayram? Əsas Gürcüstanlılar çox eləyir. Hə, Gürcüstanlılar çox. Bir özü dedi ki, Naxçıvanlılar, mən də Naxçıvanlıyam. Televizorda göstərdilər. Xıdır bayramı nə deyirik? Doyunum, mən də baş gəl. Xıdır bayramı olur. Qovurqa bayramıdır, nədir? Qurban kəsirlər. Sağ ol, bibi, Allah köməyin olsun. Uşaqlarına, kişi xeylanına, öydə neçə adam var, həriyə birini çəkir. Həriyə bir dənə qurban kəsilməlidir evdə neçədə. Onda bizi Naxçıvanda yoxdur o şey. Kişilərə var, kişilər Naxçıvanda daha güclüdür. Həqiqi? O gün televizorda göstərdilər. Nə olar? Bibi dedi, Naxçıvanda olur, yanvar, fevral ayları həriyə bir qurban kəsirlər. Mən Naxçıvanlı olaraq, yəqin mənim yadımdan çıxdı. Naxçıvanlılar yazar bura. Bu günlük də bu qədər. Videomu bəyənərək, paylaşaraq bizlərə dəstək ola bilirsiniz.